Salam, xoş gördük. Ümid edirəm ki, yaxşısan. Bugün sosial mediadan danışmaq istəyirəm. Bu videoda konkret etiraflar etmək istəyirəm. Deməli, mən hardasa 5 il olar ki, aktiv olaraq sosial mediada məzmunlar yaradıram öz sahəm üzrə, yəni yaşam koçluğu sahəsi üzrə. Və bu 5 il ərzində real olaraq 36 mindən çox izləyici var səhifəmdə. Əvvəllər buna heç fikir verməzdim, amma zaman keçdikcə özümdə bilirsən nə müşahidə etdim. Sosial media mənim əhvalıma necə təsir edirmiş. Məsələn, bir post paylaşdıqdan sonra sosial media mənim əhvalımı yaxşı və ya pis edə bilirmiş. Və mən buna fikir vermirdim dediyim kimi. Daha doğrusu sosial mediadakı insanlar, yəni reaksiya verən və ya verməyən insanlar həqiqətən də sənin əhvalına təsir edirmiş. Bu haqqda çox danışırlar. Mən də yəni görmüşəm elə videoları. Lakin həmişə bilirsən necə baxmışam məsələyə? Hə, burada nə var ki, kimsə istəsə bəyənə bilər, kimsə istəsə bəyənməyə bilər. Yəni mən özüm də eləyəm. Ancaq izlədiyim insanları bəyənirəm. Amma ki, məsələ bilirsən burada başqadır. Özümüzü necə aldatdığımızdan, özümüzü necə bilərək də motivasiyadan salmağımızdan danışmaq istəyirəm. Məsələn, deyək ki, mən çox zəhmət çəkmişəm, bir video hazırlamışam. Həqiqətən də orada düşünmüşəm, nə danışacağımı, mətni fikirləşmişəm, hətta kameranı necə qoyacağımı, mikrofona qədər, işığa qədər deyək ki, düşünmüşəm, fonu belə düşünmüşəm ki, mən bir video çəkəcəm Instagramda, bir faydalı olmaq istəyirəm. Sən nəticədə yükləyirsən videonu və sonra görürsən ki, çox az reaksiya gəlir videoya və posta və avtomatik olaraq sən həvəsdən düşürsən. Və bunun səbəbini araşdırırsan ki, özündə səhv görməyə başlayırsan ki, yəqin ki, mən nəyisə səhv edirəm. Yəqin ki, mən burada düz demədim. Görürsən başqası necə çəkdi, onun videosu çox izlənmə aldı, çox bəyənildi, çox paylaşıldı, amma sənin videon bəyənilmədi, paylaşılmadı. Halbuki sən ondan öncə bu mövzuya toxunmuşdun, sən ondan daha öncə bunun fərqinə varmışdın. Aha, sən başladın artıq burada özünü müqayisə etməyə, özünü zəif bilməyə, özünü aşağılamağa. Və nəticədə o işdən soyudun və görmək istəmədin. Belə sıradan çıxardırsan bütün işləri. Çünki sənin hər dəfə özünü kimləsə müqayisə edəcəyin biri olur. Ona görə də həvəsən asanlıqla düşə bilirsən. Və mən də bunu özümdə zaman-zaman müşahidə etmişəm. Çünki alqoritm elədir ki, sənin videolarına bənzər videoları çıxardır qarşına və mən də görürəm digər mütəxəssislər, deyirəm ki, ayda mən bu mövzunu neçə ay öncədən yəni çəkmişəm, paylaşmışam və fikirləşirəm ki, axı mən multimedia sahəsində daha yaxşı bilirəm. İşığa, çəkilişə, kadra daha önəm verirəm və danışıq olaraq, nitq qabiliyyəti olaraq da mən daha yaxşı danışıram, daha yaxşı izah etdiyimi düşünürəm. Amma necə olur ki, mənim videom yox, amma onların videoları kimisə qabağına daha çox çıxır. Burada getdimi bir paxıllıq? Getdimi bir qınaq? Aha, müqayisə. Belə fərqindəliklərdən sonra mənə aydın oldu ki, aha, deməli, çox asan imiş məni özümdən çıxarmaq. Sosial media sağ olsun ki, oradakı insanlar sağ olsun ki, mənim içimdəki o təmizləndiyimi düşündüyüm, o özümdən uzaqlaşdırdığımı düşündüyüm bəzi tərəflərimin əslində məndən var olduğunu və bununla barışmalı olduğumu göstərdi. Çox qəribə yanaşmadır ki, sən bir post paylaşırsan, orada deyək ki, bir 30-40 nəfər bəyənmə var və sən buna görə utanırsan və gizləyirsən bəyənməni ki, ya insanlar elə biləcəklər ki, hə, bu niyə görə paylaşır ki, kimə lazımdır ki, bunun postu heç bəyənməsi də yoxdur, izlənməsi də azdır və sən özünə utanırsan. Bu necə qəribə bir hissdir, düzdürmü? Amma sən fikirləşsən ki, bir zaldasan, böyük bir salondasan və orada 50 nəfər səni alqışlayır, səni dinləyir, səni izləyir. Gör necə fərq var arada. Sosial mediada olanda o sənin gözünə çox aşağı görünür. Amma sən bir təlim etsən, 50 nəfər necə böyük görünür. Necə həqiqətən də sən sevinə bilirsən ki, 50 nəfər insanla mən eyni zaldayım və onlar məni dinləyirlər, məni qəbul edirlər, məni istəyirlər. Çünki indiki dövrdə sənə bəyənmə gəlməsi, sənin postunun paylaşılması
Səndə bilirsən nə hissi yaradır? Hə, demək ki, mən varam, mənim qoyduğum iş çox faydalıdır və bunu insanlar bəyənirlər. Və sən zaman keçdikcə sırf o insanların istəyinə uyğun məzmunlar yaratmaq istəyirsən. Bir növ özün olmursan artıq. Səhifən belə özünə aid olmur bir yerdən sonra. Sənin, yəni çox bəyənmə gəlsin, çox izlənmə gəlsin deyə sən başlayırsan artıq, əm, görəsən bunu belə versəm daha çox reaksiya gələcək, bunu belə yazsam daha çox bəyənəcəklər. Niyə? Axı bu mənim bloqumdur. Axı bu mənim həyatımdır. Bu mənim işimdir. Bu mənim karyeramdır. Burada məsələ bizim özümüzdən olan çox böyük gözləntimiz, özümüzə etdiyimiz haqsızlıqdır bir yerdə. Kiminsə səhifəsi çox böyüyürsə, ona kiməsə çox bəyənmə gəlirsə, izlənmə gəlirsə, o da onun yoludur demək. Özünü müqayisə etməyi dayandır artıq. Bax bunu özüm qarışıq sənə də deyirəm. Özünü müqayisə etməyi dayandır artıq. Başını aşağı sal, öz işinlə məşğul ol. Bax o zaman həqiqətən də nə qədər yol getdiyini görəcəksən. Nə zaman ki sən müqayisə etməyi dayandıracaqsan, o zaman inkişaf edəcəksən. Özümdə bunun da fərqinə varmışam ki, nə zaman ki mən həqiqətən də girirəm kəşfiyyata baxmadan, yalnız öz paylaşımımı edirəm, ondan sonra heç kimə baxmıram, doğrudan da işimin faydalı olmasını da görürəm. Ondan gələn reaksiya da məni çox sevindirir və bir yerlərdə başa düşürəm ki, hə, Fidan, etiraf et. Sən həqiqətən də sosial mediada faydalı olmaq istəyirsən, yoxsa görünmək istəyirsən? Bax bu sualı özünə ver. Sən faydalı olmaq istəyirsən, görünmək istəyirsən, yoxsa maddi gəlir üçün burada varsan? Mən deyərdim ki, bunun hər üçü də var bizdə. Çünki biz buna bir zaman sərf edirik və bundan da təbii ki, almaq istəyirik. Verdiyimiz qədər almaq da istəyirik və bu bizim ən təbii haqqımızdır. Məsələ ondadır ki, biz bunu edərkən həm də özümüzü incidirik. Kiminsə məzmunlarına baxırsan, indi kontent deyirlər ona, baxırsan ki, hə, paylaşımlarında daha çox öz şəxsi həyatını göstərir, ona görə ona çox reaksiya gəlir və sən bununla özünü yenə təsəlli edirsən. Xeyr, sən bununla özünü sadəcə aldadırsan. Bacardığın işdə çox yaxşısan, buna əmin ol. Özünü müqayisə etmə. Sosial medianın insan üzərindəki təsirlərindən biri də təbii ki, gələn şərhlərdir. Deyək ki, 10 dənə şərh gəlir, çox yaxşı. 11-ci şərh orada neqativdir də deyək. Aha, sənin artıq əhvalın pozuldu. Fikrin qaldı o neqativdə. O yaxşı yazanlar heç səni düşündürmür, amma bir dənə o neqativ yazan səni düşündürür. Və o neqativ yazan da bunu çox gözəl bilir. Ona görə də onu yazır. Çünki o da görünmək istəyir. O da diqqət çəkmək istəyir. Sənin kimi. Bilirsən, sənin kimi. Burada fərq odur ki, biri faydalı olmaqla diqqət çəkmək istəyir, biri üçünsə fərq eləmir. Tək ki diqqət çəksin yetər. Ona görə də bu hater anlayışı var. Və mən buna bağlı məqalə də yazmışam zaman-zaman, paylaşımlar da etmişəm. Normalda mən şərhləri oxuyuram, cavablandırıram, amma həddən artıq çox olanda həqiqətən də insan bir yerlərdən sonra çatdıra bilmir və cavablaya bilmirsən. Ona görə mən artıq cavab verməyən insanları da qınamağı dayandırmışam. Çünki deyir insan öz başına gəlir və anlayırsan ki, doğrudan da vaxt çatdırmaq olmur. Və orada elə qəribə-qəribə yanaşmalar var. Elə qəribə yazan insanlar var ki, yəni istəyirsən ki, həmin insanı qoyasan qarşına, danışasan, özünü izah edəsən. Amma elə bir an gəlir ki, sən artıq heç kimə özünü anlatmaq istəmirsən. Heç kimi izah etmək istəmirsən, özünü sübut etmək istəmirsən. Çünki başa düşürsən ki, bunun baxışı odur. Yəni sən nə etsəndə o insan öz fikrindən daşınmayacaq. Bəlkə də öz fikrini dəyişdirəcək, amma bu sənə lazım olmayacaq. Yəni kiminsə mənim haqqımdakı artıq fikrin dəyişməsi mənim üçün önəmli deyil. Əgər o insan mənim doğmam deyilsə, mənim yaxınım deyilsə, onun mənim haqqımda nə düşünməsi artıq həqiqətən də mənim üçün önəmli deyil. Və bu sənin üçün də önəmli olmalı deyil. Məsələn, mən şəxsi həyatımı paylaşmıram və şəxsi həyatımı paylaşmadığım üçün insanlar mənim haqqımda çox yanlış fikirlər yürüdə bilirlər. Məsələn, deyək ki, bir verilişdəyəm, boşanma ilə bağlı, ailə münasibəti ilə bağlı mənə sual veriblər. Mən də suala cavab vermişəm. Və oradan qısa-qısa videolar paylaşılıb. Yəni videonun tam versiyasına baxmaya, məni tanımaya, şəxsi həyatımı bilməyə, ilk dəfə səhifəmə girib o videonu görür və şərh yazır ki, xanım özü də boşanıb, xanım özü heç bilmir nə danışdığını, ailəli deyil, ailədən danışır.
Xəbəri yoxdur ki, mən ailəliyəm, mənim övladım da var. Yəni, mən indi ailəmi göstərmirəm deyəm. Hətta, yəni gizlətmək mənasında deyil. Mən zaman-zaman paylaşım da etmişəm yoldaşımla, övladımla. Arada mənim paylaşımlarım da olur. Yəni bu hekayələri izləyənlər bilirlər. Amma, yəni ilk dəfə videoya girib heç məni tanımır, və deyir ki, yəqin xanım özü də boşanıb. Haqqımda yaxşı düşünsünlər deyə. Mən gedib daimi olaraq ailəmi kontent etməliyəm, ailəmi, yaşayışımı göstərməliyəm. Evimin içini göstərməliyəm. Bilirsən bir də nə zaman daha çox özünü müqayisə edirsən? O paylaşımlardakı o zəngin həyatları görürsən, xoşbəxt ailələri görürsən, çox yüksək karyeraları görürsən və sənə elə gəlir ki, sən çox geridə qalmısan. Sən çata bilməyəcəksən onlara. Sənə bir etiraf edim, onların böyük əksəriyyəti yalandır. Düşünürəm ki, sosial mediada göstərilən çox şey yoxdur. Amma göstərilməyən çox şey də var. Məncə bu fikir bəzi şeyləri izah etdi. Kimsə öz münasibətində xoşbəxt olduğunu daim göstərməyə çalışırsa, daim öz zənginliyini göstərməyə çalışırsa, öz karyerasını göstərməyə çalışırsa, demək ki, orada nəsə bir çox boşluqlar var ki, bu bunu sübut etməyə çalışır. Və ikinci tərəf də odur ki, o həqiqətən də ola bilər, özünə çox izləyici kütləsi yığır və göstərir ki, bax, sən də mənim kimi olsan, sən də mənim təlimlərimə qoşulsan, bu həyatı sən də yaşayacaqsan. Çünki insanlarda belə bir, yanaşma var ki, hə, bu özü görəsən neyib öz həyatına? Özü xoşbəxtmi görəsən münasibətində? Özünün həyatı, yaşayışı necədir? Evi, maşını varmı? Karyerasında, yəni nə qədər aylıq qazancı var ki, mən bunun yanına təlimə getsəm, mənə də yaxşı, təsir etmiş olar. Bəli, məsələn bir də bu tərəfi var. Yəni bunu da danmaq olmaz. Amma yenə də dediyim kimi böyük əksəriyyəti, yəni yalandan ibarətdir. Çünki, o cür paylaşımlar onlara pul gətirir. Onlar daha çox görünürlər və bu da onların məzmunları üçün yaxşı təsir bağışlayır və, buna görə sən özünü müqayisə etməməlisən qətiyyən. O insanların da yaraları var, o insanların da yaşanmışlıqları var hamımız kimi. Özündən nümunə çək. Yəni sən ağladığın yerdə, niyə şəkil çəkib paylaşasan ki? Təbii ki, xoşbəxt anlarını, etdiyin səyahətləri, gözəl günlərini, gözəl göründüyün anlarını paylaşacaqsan, düzdürmü? Eləcə də onlar. Onsuz da həyatda biz yetərincə stres yaşayırıq. Əm, istəyərəm ki, səhifəyə girən insanın könlü xoş olsun, gözəl şeylər görsün. Amma bu o demək deyil ki, biz ancaq güllük gülistanlıqdan danışmalıyıq, onu göstərməliyik. Həyatın gerçəkliyini də bir yerlərdə təqdim etmək lazımdır ki, başa düşəsən ki, tək səndə deyilmiş problem. Yəni bu özünə təsəlli ola bilər. Təbii ki, işin həm də reallıq payı var. Və bütün bunların sonunda nəticəyə gəldim ki, mən məzmun yaradarkən, öz səhifəmdə bir post paylaşarkən, əm, o anki niyyətimə baxacam. Daha fikirləşməyəcəm ki, görəsən mən bunu paylaşsam buna reaksiya necə gələcək? Mən indi sənə təşəkkür edirəm. Sənə çox təşəkkür edirəm ki, mən səni tanımıram, sən də məni yaxından tanımırsan, amma, sən məni çox dəstəkləyirsən. Sən mənim videomdan aldığın, məlumata görə, eee, bir özündə minnətdarlıq edib biri bəyənirsən, reaksiya verirsən və mən buna görə sənə çox təşəkkür edirəm. Çünki bilirsən niyə? O qədər tanıdığım insanlar var ki, məni tanıyan insanlar var ki, yaxından tanıdıqlarımdan gedir hətta söhbət. Onlar məni izləmirlər. Guya nə iş gördüyümü də bilmirlər. Guya nə ilə məşğul olduğumu da bilmirlər. Guya paylaşımlarımı da görmürlər. Amma mən bilirəm ki, çox yaxşı bilirlər, görürlər. Və təbii ki, mən də onlar mənə necədir, mən də eləyəm onlara qarşı. Düşünürəm ki, bu ən düzgün addımdır. Belə mən əvvəllər, pis olurdum ki, niyə yaxınları insanı dəstəkləmir, onu tanıyan tanışları dəstəkləmir? Amma indi əksinə sevinirəm ki, mən bu yolla, bir daha başa düşürəm ki, mənim gördüyüm iş təsdiqini tapıb ki, onlar artıq, bəyənməyərək, məni görməzlikdən gələrək, eee, mənə bir siqnal ötürürlər və mən bunu başa düşürəm. Adama həm də nə təsir edir? Sənin həmkarlarını o tanışların dəstəkləyirlər, izləyirlər, bəyənirlər və sən o həmkarlarından daha çox məlumat vermisən. Onlardan daha öncə başlamısan bu işə. Onlardan daha öncə sən o mövzular haqqında, videolar çəkmisən, təlimlər etmisən. Guya səndə görməyiblər, amma, onlar da görüblər. Yəni ola bilər, bu da ola bilər, bilmirəm, amma, eee,
İnsanın duyğuları yanıltmır adamı və əminəm ki, bu onların etdiyi hərəkətləri də düz hiss edirik, düz bilirik. Buna görə o insanlara görə təşəkkür et, çünki onlar sənin varlığını sübut edənlərdir. Yəni sən işini isbat edənlərdir ki, səni görməzlikdən gəlirlər. Zaman-zaman bu bəyənmə saylarına görə, izlənməyə görə həvəsdən düşmüşəm. Gördüyün kimi, məsələn, YouTube-a videolar çəkməyi dayandırmışam. Neçə illərdir mən artıq YouTube-a video çəkmirdim. Çünki burada izlənmə çox aşağı düşmüşdü. İndi də bundan əvvəlki videom heç 100 nəfər deyəsən baxmayıb, amma 70 nəfər deyəsən baxmışdı. Mən 70 nəfərə görə çox sevinmişəm ki, nə yaxşı ki, o 70 nəfəri var. Yəni 70 nəfəri qazanmışam. İndi bu fikirdəyəm, ola bilər ki, yenə də həvəsdən düşüm, yenə də bir müddət yaratmaq istəməyim. Çünki yaradıcı insanların bu təbiətində var ki, zaman-zaman uzaqlaşmaq istəyirlər. Amma sonra geri dönəndə çox yaxşı olur. Biz istəyirik ki, bir işi görək, o çox yaxşı olsun. O nəticəsindən asılı olaraq digər işlərimizə başlayıb başlamamaq haqqında qərar veririk. Amma o digər gözəl işə haqsızlıq deyilmi? Yəni o 20 nəfərə, baxacaq 20 nəfər üçün haqsızlıq deyilmi sənin heç nə yaratmamağın? Axı deyək ki, 100 min insan baxmayacaq, amma 20 nəfər baxacaq axı. Onlar görəcəklər. Ona görə də utanma artıq. Yəni problemi səndə olmadığını anla artıq. Yarat. Yəni düşünmə ki, onlar çox yaxşı edirlər bir şeyi, sən etmirsən. Xeyr, sadəcə hər kəsin yolu başqadır. Və sən bu yolda öz fərqliliyini göstərə bilərsən. Buna əmin ol. Başladığın an ən doğru zamandır. Bunu biləsən. Bir də bunun alqoritm tərəfi var. Məsələn, mənim səhifəmdə elə bir videom var ki, 700 mindən çox baxışı var, çoxlu bəyənmə sayı var, paylaşım sayı var. Amma sən buna görə də sevinə bilmirsən. Çünki təbii ki, belə halda həm də çoxlu neqativ şərh var. Sənin fikrin o neqativlərdə qalır. Amma elə bir video da var, reels var ki, 3000-dən çox izlənməsi var. Şərh sayı azdır, amma çox yaxşıdır. Amma sən ona görə də sevinə bilmirsən ki, nəyə görə mənim bu videom çoxlarının qabağına çıxmayıb. Və sən başlayırsan burada özünü müqayisə etməyə. Bir yandan da düşünürsən ki, nəyi səhv etmişəm. Yenə də başlayırsan özündə səhv axtarmağa. Xeyr, bu səhvlə əlaqəli bir şey deyil. Səninlə əlaqəli bir şey də deyil. Sosial medianın nəbzini tuta bilməmək sənin o işi yaxşı görməyəcəyin anlamında deyil. Ola bilər, təəssüf ki, əksər izləyicilər bu cür baxırlar məsələyə, amma bu işin reallığı deyil axı. Bu gün sosial mediada olmaq sadəcə bir üstünlükdür. O demək deyil ki, sənin sosial mediada çox izləyicin varsa, çox bəyənmən varsa, sən işində professionalsan. Xeyr. Ona görə də davam etməlisən. Özünü incitmədən, heç kimlə müqayisə etmədən, yalnız öz yolunda davam etməlisən. Başa düşürsən ki, sən sosial medianın işçisinə çevrilmisən. Onu razı salmağa çalışırsan ki, hə mən necə edeyim ki, alqoritm xoşuna gəlim. Mənim paylaşım alqoritm xoşuna gəlsin, məni qabağa versin. Elə bil ki, sən bir iş yerindəsən, müdirin gözünə girməyə çalışırsan ki, səni qabağa çəksin, sənə daha çox müştəri gəlsin, daha çox qazanasan. Bundan heç bir fərqi olmadı. Dediyim kimi, yəni hər kəsin doğrusu fərqlidir. Kiminsə doğrudan da oradan influencerlar var ki, həqiqətən də onlar sosial mediadan qazanırlar və onların məzmunları da buna imkan verir ki, həqiqətən də onlar alqoritmin tələblərinə cavab verən videolar hazırlayaraq gəlir əldə edə bilərlər. Amma bəzi sahələr var ki, orada sən özünü razı salmalısan. Öz duyğunu hiss edərək paylaşımlar etməlisən. Nə vaxtsa tutacaq, tutmayacaq. Bu artıq alqoritmin kefinə baxır, belə deyim. Ona görə bu həm də işin marketinq tərəfidir. Mən burada demək istədiyim odur ki, kimsə bu sahədə videolar tutursa, qabağa çıxırsa, nə gözəl. Nə gözəl ki, o marketinq tərəfini də çox gözəl bacarır. Amma sən bacarmırsansa, o demək deyil ki, sən işində professional deyilsən. Bunu anlamağını istəyirəm. Sən işini çox yaxşı bilirsən. Özünü günahlandırmağı kəs, özünə təqsir bilmə. Sadəcə istəyirsənsə bunun marketinq tərəfini öyrən. Öyrənək birlikdə. Bilmədim fikirlərimi tam çatdıra bildim ya yox. İnan mənə, əvvəl buna görə də çox narahat olurdum. Məni səhv anlayar, kimsə məni lağa qoyar, biabır olaram. Yəni bunlara görə çox başlamamışam. Amma indi bunları düşünmürəm. Açığı düşünmürəm. Bu bəlkə də yaşanmışlıqların gətirdiyi bir özgüvəndir. Həm də ki, işini yaxşı bilməkdir. Yəni sən işini yaxşı biləndə, bunun gec-tez
qarşılığını görürsən, mütləq görürsən. Fikrin qalırsa o neqativ şərhdə, sən burada özünə böyük haqsızlıq edirsən. Kimsə neqativ şərh yazırsa, alqoritm bilirsən necədir? Sən əgər onu görürsən və sən ona reaksiya verirsənsə, avtomatik olaraq o şərhi yüksəyə qaldırır. Tənqid olduğu müddətdə nəyisə bir təklif verirsə kimsə, onu açığam, cavab da verə bilərəm. Amma dediyim kimi, mənasız, əlaqəsiz, məni tanımayan, həyatımı bilməyən bir insanın şərhinə heç cavab belə vermirəm. Cavab belə çoxdur həmin insanlara. O insanlar başa düşmürlər ki, öz həyatlarına nə qədər neqativ çəkirlər. Yazdıqları hər bir neqativi gec-tez öz həyatlarında yaşayırlar və yaşamağa da davam edirlər. Amma bunu anlamırlar. Mən o qədər təəssüf edirəm onların adına ki, necə siz öz həyatınıza bu qədər negativi cəlb eləyirsiniz, negativi çəkirsiniz. O uğurlu insanları tənqid etməklə, onları qınamaqla öz həyatınızdakı uğurları gecikdirirsiniz. İnfluencerlarda görürəm, tanınmış şəxslərdə görürəm ki, onlara necə insanlar nifrətlə şərhlər yazırlar. Yəni insan necə bundan, bu xaosdan qidalana bilir? Yəni həqiqətən də bunu yaşamamış biri anlamaqda çətinlik çəkir. Necə ki mən bunu anlaya bilmirəm. Yəni işim bu olmasa, həqiqətən sizi anlaya bilmərəm. Bəlkə mən də o zaman sizə elə cavablar verərəm. Amma mən sizin şərhlərinizdə bilirsən nə görürəm? Yaşanmışlıqlarınızı görürəm. Hər bir, mənə və yaxud da başqasına fərq etmir. Yazdığınız neqativliklərdə özünüzün yaşadığınız o çətin anları, təsəvvürümə gətirirəm ki, bu necə çətinliklər yaşayıb ki, bu qədər nifrətlə doludur, bu qədər neqativini paylaşmaq istəyir və bundan zövq alır və rahatlayır. Özünə neqativ atır, elə bil ki, rahatlayır. Amma bir sirri səndən bölüşüm, bəlkə də bilmirsən, bu sənin üçün bir aydınlama olar. Fikir verirsən, məşhur insanlara nə qədər çox neqativ, şərhlər gəlir, onlar haqqında necə, şayələr yayılır, çoxlu fikirlər dolaşır, amma onlar uğur qazana-qazana gedirlər. Bilirsən niyə? Çünki, kimdən, nədən çox danışırsansa, onun enerjisi çoxalmağa başlayır və sən də həmin insanların daha çox qazanmağına böyük vəsilə olursan, buna görə də sənə bir təşəkkür düşür. Amma çox təəssüf ki, öz həyatından bərəkətini, ruzunu, sevgini azaltmış olursan. Belə. Ümid edirəm ki, bu dəfə sənin üçün bəzi məqamlar aydın oldu. Bir hatersansa və yaxud da ki, sosial mediada öz bəyənmə sayından utanaraq bu işə davam etməməyi, bunu sonlandırmağı düşünən birisənsə. Belə. Təşəkkür edirəm dinlədiyin üçün. Çox sağ ol.